Bir həftə, 10 gün atam burada qalsa, sən etiraz eləməzsən. Eləcə qızına tapşırıq verirdi. Sözünün əvvəli də axırı da tapşırıq idi. Nə deyirdi ki? Axşam könlü də götürdüm, getdik Şəmsin yanına. Elə belə söz arası Humaydan soruş görüm. O evlərində işləyən qulluqçu kimdir, nədir, necidir? Onların evlərinə hardan gəlib çıxıb? Şeytana lənət deyək. Cavan yaşda kim səhv eləmir ki? Ağlıma da gəlməzdi ki, bu əhvaldan gəlir. Evdə mənə başqa söz demişdi. Görürsən ki, qanımız artıb sormaq istəyirsən. Ona görə gənə kimi qızdan yapışıbsan. Mən bağışla. Lakin bu adam kimdir? Qohumdur. Həmin adamdır da məni vuran.